Bax, bugün mənə Lerikdən xəbər verdilər. Bax, bir dənə sizə söz deyirəm. Lerikdən dedilər ki, 50 verstdən bilirsən də Şingədülana yol gedir. 2 yol gedir. Biri 40 verstdən gedir, biri də 50 verstdən gedir. O Noda kəndi var, onun yanından gedir. Demək, 50 verstdən Şingədülana insanlar yol çəkir. Yol çəkir. Pul yığıblar. Leriklilər, orada burada olanlar, imkanlı uşaqlar pul yığıblar. Və o yolu çəkmək üçün gediblər icra nümayəndəsinin yanına, icra başçının yanına. Ona rüşvət veriblər ki, sən bizə icazə ver, biz öz yolumuzu təmir edək. Başa düşürsən nə cür dəhşətlər baş verir? Sən bunu təsəvvür edə bilirsən, Rusiyada belə bir şey? Mən təsəvvür edirəm, yox, mən təsəvvür edirəm. Mən təsəvvür edirəm. Birinci istədiyim bu bala harasıdır. Bu yayda uşaqlar getmiş, öz üçün ev tikir. Öz üçün ev tikir. Polis gəlir, sən öz üçün ev tikirsən, mənə pul ver.